Salamlar, xoş gördük sizləri. Sloganımız Be Positive. Bugün sizlərlə əvvəlki mövzunun davamı olacaq. Yəni, reelslərin çəkilməsi haqqında, reelsləri necə çəkək, reelslərə nəyə diqqət etməli, bu mövzuda sizlərə danışacaq. Reelslər çəkirik, amma kimlər üçün çəkirik? İlk öncə auditoriyamızı tanımalıyıq ki, bizim auditoriya gənclərdir, orta yaşlıdır, daha yuxarı nəsildir. Biz bunları bilməliyik. Və hər zaman çəkiliş zamanı insanlar daha çox işqa fokuslanırlar. Amma bunu əlbəttə ki, ABŞ-də araşdırıblar ki, insanlar hər zaman cihazlara baxarkən daha çox mərkəz hissəyə baxırlar. Ona görə biz çəkiliş zamanı çalışırıq ki, çəkiliş edəndə telefonun mərkəz hissəsində olsun. Yəni, şəxsdirsə sima və yaxud əşyanı çəkiriksə, əşya bizim telefonda mərkəz hissədə görünmüş olur. Ona görə də şəxs çəkilişlərində, məkan çəkilişlərində hər zaman bizə lazım olan nöqtələr mərkəzdə olur. Ona görə də biz fikir verməliyik ki, çəkiliş zamanı simanın üzü, mən hər zaman bunu qeyd edirəm ki, mərkəzdən biraz yuxarıda olsun. Çünki biz aşağı hissədə alt yazılar və ilkin yazılar yazmalıyıq. İlk 3 saniyə deyirlər ki, çox önəmlidir, amma heç kim bunun sirrini demir. Çünki insanlar artıq trendə uyğunlaşır və informasiyanı, yəni məlumatları sürətli şəkildə qəbul etmək istəyir. Və biz də çalışmalıyıq ki, 3 saniyədə başlıq verək. Məsələn, 3 al 2 ödə, ikisini al, biri pulsuz, pulsuz məlumatlar, pulsuz SMM təlimi. Bu başlıqlar insanlara bir dur deyir və insanlar videonu izləmək istəyir. Amma burada bir məsələ var. Biz məzmun yaradarkən, yəni kontent yaradarkən ardıcıllığı qorumalıyıq. Yəni ilkin başda pulsuz SMM təlimi dediksə, 3 cümlə bir-birinə bağlamalı, daha sonra isə sonda call to action olmalıdır, yəni çağırış olmalıdır. Bizi izləyin, bizimlə əlaqə saxlayın, bizə DM-dən yazın, bizə mesaj yazın, rəydə yazın, bizə WhatsApp-da yazın. Yəni bu sondakılar mütləq şəkildə olmalıdır, çünki insanlar komanda xoşlayır ki, ona kimsə komanda versin. Ora get, oradan gəl. Bunu da həmişə bizim Lora dilindən izah edirəm ki, məsələn, mən təlim keçirəm, 10 nəfər var. Və deyirəm ki, bir nəfər mənim üçün su alıb gətirsin. Hamı nə gözləyir? Məni. Ki, görək kimə komanda verəcək, yəni kimə səslənəcək ki, su alsın. Və əlbəttə oradan deyəndə ki, Aytən və yaxud Orxan, mənə bir su al, o bir nəfər gedib su alacaq. Və ona görə də sosial şəbəkədə insan psixologiyası belə işləyir ki, biz insanlara komanda verək ki, bizə yazın və yaxud bizə zəng edin. Daha sonra isə reelslərdə əsas məsələlərdən biri budur ki, görürsünüz, mən mavi rəng geyinmişəm və fonda sarı rəngdir. Yəni, mən görünürəm və seçilirəm. Düşünün ki, sizin bütün reelslərdə bu hal baş verməlidir və mən bunu hər zaman deyirəm ki, dizaynerlər desə nə gözəl olar, çünki onlar rəngləri daha yaxşı bilirlər. Amma mən bunu hər zaman reelslərdə qeyd edirəm ki, geyim və fon hər zaman seçilsin. Çünki çəkilişlər zamanı biz də çox rastlaşırıq ki, şəxslə danışırıq, qeyd edirik ki, məkan məsələn tünd rənglərdir, qara və yaxud tünd mavi rəngdir və yaxud açıq rənglərdir. Geyimi ona görə geyinin. Və çox zaman olur ki, məkan məsələn sarı rəngdir və şəxs də sarı rəng geyinib gəlib oturub ki, məni çəkin və o görünmür və yalnız üz hissəsi görünür, sima görünür. Ona görə çəkiliş zamanı bu məsələlər çox önəmlidir. Daha sonra isə smayliklər var. Hansı ki, reelslərdə smayliklər çıxır. Bunu da əlbəttə ki, ABŞ-də araşdırıblar ki, 47% insanlar smayliklərlə informasiyanı qəbul edir. Yəni, insanlar var ki, dinləmək istəyir, İnsanlar var, simaya baxır, güvənini görür, daha sonra inanmaq istəyir. İnsanlar var, burada məsələn alt yazılar olacaq, alt yazıları oxumaq istəyir, şəxsi də dinləmək istəmir, baxmaq istəmir. İnsanlar var ki, smayliklərlə informasiyanı qəbul edir. Məsələn, burada pul işarəsi çıxdı indi, burada indi gündəmdə memelərdir, yəni pişiklərdir, onların emojiləridir və bu daha çox gündəmdədir. Hal-hazırda. Ona görə də bu gündəmlər, bu trendlər hər zaman dəyişir. İnsanlar artıq sürətli informasiyanı qəbul etmək istəyir. Məsələn, bizdə A4 vərəq formatında bir informasiya var, məlumat var və biz onu sıxlaşdırıb müəyyən bir yerdə qısa bir kontentə çeviririk. 10 saniyəlik, 15 saniyəlik. Nəyə görə? Çünki biz Azərbaycanda qrammatik danışsaq, necə danışırıq? Çünki sosial şəbəkədə çox adam qrammatik danışır və uzun danışır. Amma bizə lazımdır qısa şəkildə insanlara informasiyanı çatdırsın. Məsələn, mən deyirəm ki, mən dünən dostumla işdən çıxdıqdan sonra düşünüb qərara gəldik ki, biz gedib futbol oynamalıyıq. Amma futbol sahəsinə çatanda gördük ki, ərazi suludur və biz o futbol oynamaqdan
imtina etdik və çay içməyə getdik və uzun-uzadı bir cümlələr olur. Ona görə də biz sosial şəbəkədə insanlarımızı qrammatik danışan görürük, yəni uzun danışan. Amma biz kontenti daha qısa etməliyik. Məsələn, necə olmalıdır? Mən dostumla dünə futbol oynamaq istədim, amma getmədim. Sonra getdik, çay içdik. Yəni görürsüz, 3, 4, hətta 5 cümləli bir mövzunu mən qısa edib bir cümləyə gətirib çıxartmış oldum. Çünki bizdə hal-hazırda gündəmdə insanlar qrammatik danışmırlar. Yəni daha çox insanlar, o əlbəttə ki, dövlət qulluqçuları və yaxud rəsmi şirkətlərdə çox insan qrammatik danışır. Amma sosial şəbəkədə qrammatika istəmir. Bizdən qısa bir məzmun istəyir. Yəni buradan linkləməyin mən ki, insanları qrammatik danışmaqdan belə də uzaqlaşdırsan. Xeyr, mən özüm də gündəlik həyatda çalışıram qrammatik danışım, öz dilimi çox sevirəm. Amma biz çalışmalıyıq ki, sosial şəbəkədə bizdən bunu istəmirsə, biz daha çox buna fokuslanmalıyıq. Əlbəttə burada mövzular dəyişir. Yəni elə mövzular ola bilər ki, biz orada qrammatik danışmalıyıq, biz onu qorumalıyıq. Amma elə bir mövzular var ki, səhifələr var ki, orada biz qrammatikasız qısa cümlələr ilə danışmalıyıq. Və buna misal ingilis dilini göstərmək olar ki, xarici vətəndaşlar, dili ingilis dilində olan şəxslər ingilis dilində qrammatik danışmırlar və əlbəttə rəsmi çıxışları istisna qeyd etməyək. Hansılar ki, onlar gündəlik həyatda qısa-qısa danışırlar, qrammatik danışmırlar. Və düşünün ki, biz reels çəkəndə bu nüansların hamısına diqqət etməliyik. Və əlbəttə burada sual yaranır ki, axı nəyə lazımdır? Çünki insanlar informasiyanı, bayaq qeyd etdiyim kimi, müxtəlif formada qəbul edir. Biri geyimə baxır. Məsələn, mən elə öz səhifəmi götürə bilərəm. Mənim səhifəmdə yazırlar ki, siz rəngli geyinirsiniz, mənə enerji ötürürsünüz. Mən ona görə sizin səhifəni izləmək istəyirəm və izləyirəm də. Amma sosial media falan mənə maraqlı deyil. Yəni, çox da mənim marağımda deyil, amma sizin rəngli geyiminiz mənə müsbət enerji ötürür. Biridir ki, sloqanımız Be Positive deyirsiniz, mənə müsbət enerji ötürürsünüz, ona görə sizin səhifəni izləyirəm. O şəxslərə də sosial media maraqlı deyil. Amma üçüncü şəxslər hansılar ki, sosial mediayla maraqlanır və pulsuz şəkildə informasiyanı əldə edirlər, yəni məlumat əldə edirlər. Ona görə səhifəni izləyirlər. Onlar üçün mənim geyimim və yaxud sloqanımın Be Positive olmağı müəyyən istisna qədər insanlara maraqlıdır, amma çoxsuna maraqlı deyil. Ona görə hər bir səhifədə, hər bir biznesdə fərq yaratmaq lazımdır. Reelslər necə edək ki, çox izlənsin? Bu suallar da çox gəlir və biz həmişə çalışmalıyıq ki, bunu qeyd edirəm ki, zaten bizim izləyicilər bilirlər ki, biz hansı mövzuda paylaşımlar edirik. Amma ən əsas məsələ bizə yeni izləyici lazımdır. Yeni izləyici üçün artıq biz cəlbedici və fərqli reelslər hazırlamalıyıq. Amma reelslərin burada indi görəcəksiniz mənim sağ tərəfimdə, burada cover şəkillər var. Hansı ki bu cover şəkillər biz Instagramda kəşfiyyat bölməsində və reels bölməsində aşağı panel burada görəcəksiniz. Aşağı paneldə 2-ci və 4-cü bölmələrdə biz reelsləri ya reelslər başlayır və yaxud reelslər cover şəklində görünür. Ona görə biz cover şəkilləri mütləq hazırlamalıyıq ki, yeni izləyicilərin məlumatı olsun. Bizim hazırladığımız reelslər nə haqqındadır? Məsələn, burada bir yazı yazılır video başlayanı ki, pulsuz SMM təlimi. Və cover şəkildə də eyni ilə mən bunu istifadə edəndə artıq insanlara maraqlı gəlir ki, aha, pulsuz SMM təlimi var. Daxil olun bu səhifəyə baxın, görün bu nə olan şeydir. Bəlkə mənə bir xeyri var. Ona görə bu cover şəkillər və reelslərdə ilk 3 saniyədəki yazılar, statik yazılar, hərəkətli effekt olmasın yazılarda. Bu bizim videoların izlənməsinə daha çox kömək edir. Amma ən əsas məsələ yenə də, yəni məzmunların, kontentlərin maraqlı, insanlara faydalı və hər hansı bir məlumatları pulsuz, ödənişsiz şəkildə çatdırmaqdır. Çünki hər kəs bunu soruşur ki, mən necədə mənim videom izlənsin. Və videoların izlənməsi çox sadədir əslində. Yəni, adi riyazi hesablamalardır ki, məsələn, sizin video 20 saniyədirsə, sizin izləyicilər 20 saniyəli videonu izləyirsə, video viral olur. Və get-gedə izləyicilərin qarşısına çıxır ki, belə bir maraqlı video var. Ona görə heç zaman izləyicilər, videonun izlənməsi, bəyənmələr, rəylər bu haqda düşünməyin. Sadəcə hədəf qoyun ki, sizin hədəfiniz nədir? Məsələn, mənim hədəfim sosial media ilə bağlı faydalı məlumatlar bölüşməkdir və bunu sərfəli yox, pulsuz şəkildə insanlara çatdırmaqdır. Amma professional şəkildə dəstək istəyəndə isə əlbəttə bu ödənişli olur. Ona görə hədəf seçin özünüz üçün və çalışın davamlı reelslər paylaşmağa davam edin. Yəqin ki, bu videoda sizlər üçün faydalı və maraqlı oldu. Amma ən əsas məsələ bu videonu dostlarınızla bölüşün, səhifəni izləməyə alın və sizin sosial media ilə bağlı hər hansı suallarınız varsa rəydə yaza bilərsiniz. Sloqanımız Be Positive.